Həzaslanov qəsəbəsinə yerləşən villa layihəmizin təmiri davam edir. Zaur ustamızla birlikdə indi işin gedişatı ilə sizi tanış edəcəyik. Villamızın ilkin görünüşü, fasad görünüşü artıq hazırdır. Jalüz qapı yerləşdirilib. Fasadda həm işıqlanma sistemindən istifadə olunub. Villanın hansı hissələrində çöl izolyasiyası istifadə olunub? Bura beton kolonlardır, burada izolyasiya yoxdur. Amma evin əsas hissəsində bunlar hamısı penoplastla döşənib, termoizolyasiya olunub. Üstü də tarsovka boya ilə təchiz olunub. Villamızın su təchizatı sistemi tamamilə yekunlaşıb. 2 ədəd 1500 litrlik çənlə təmin olunub. Ümumilikdə bütün sistem olaraq boiler sistemi çəkmişik. İndi biz sizə onu ətraflı göstərəcəyik. Giriş hissənin qapısı xüsusi qapı qoyulub, sifarişdən hazırlanıb bu qapı. Villanın ikinci mərtəbəsində işlər yekunlaşmaq üzrədir, təhvil verilibdir. Birinci mərtəbədə işlər davam edir. Onu da vurğulayım ki, birinci mərtəbədə istipolla təchiz olunur. Tamamilə istipol. Daxildə gedən işlərimiz yekunlaşmaq üzrədir. Artıq döşəmə hissəsinin beton örtüyü verilib. Tavan hissə tamamilə yekunlaşıb və elektrik sistemləri tam çəkilib. Kənarlara xüsusi effektlər verilib. Ən bahalı materiallardan istifadə olunub. Ustamız hal-hazırda davam edir işini. Hələ bir qat vurulub bunlar. Birinci sloydur, ikinci sloyda vurulacaq. Bu alman boyasıdır, Tekurel'dan alınıbdır. Sol tərəfdə isə mətbəximiz yerləşir. Mətbəximizdə işlər yekunlaşmaq üzrədir. Artıq mebeli yığılıb. Elektrik təchizatı tam yekunlaşıb. Mətbəximizdən həyət hissəyə çıxış qapısı qoyulub. Burada sanuzelimiz yerləşir sağ tərəfdə. Düz gəldikdə burada da qardırob yığılıb. Birinci və ikinci mərtəbəni ayıran pilləkən hissənin metal konstruksiyası tam hazırdır. Üst örtü olaraq fıstıq materialından pilləkənlər qurlaşdırılacaq və bütün pilləkən boyu işıqlanmadan istifadə olunacaq. İkinci mərtəbədə işlərimiz tamamilə demək olar ki, yekunlaşıb. Bütün elektrik təchizatı sistemi hazırdır. Bütün işıqlarımız asılıb, qapılarımız quraşdırılıb. İndi isə mən sizi master yataq otağı ilə tanış edəcəm. Master yataq otağının divarı emulsiyadır, boyadır. Elektrik təchizatı yekunlaşıb. Havalanma sistemi quraşdırılıb. Master yataq otağımızda bir ədəd qardırob. Bura qardırob otağıdır. Bir ədəd də master sanuzelimiz var. Sanuzelin son tamamlanma işləri gedir. Artıq bütün əşyaları yerinə qoyulub, sadəcə bərkitmə işləri qalıb. Sanuzelimizdə gizli divar içi sistemlərdən istifadə olunub. Növbəti otağımız uşaq yataq otağıdır. Uşaq yataq otağında artıq elektrik işləri yekunlaşıb. Boya işi yekunlaşıb. Və döşəməsində istifadə olunan laminatla sizi tanış eləmək istəyirəm. Qalınlığı 12-likdir, klası 32-likdir. Uşaq yataq otağında da böyük pəncərə var, otağın tam işıqlanması üçün. Gizli işıqlardan istifadə olunub, divar içi gizli işıqlardır və divar qırağı gizli işıqlardan istifadə olunub. Və bu hissədə də yataq otağının baş tərəfində aydınlatma sistemi quraşdırılıb. İkinci mərtəbədə yerləşən növbəti otaqlarla sizi tanış edeyim. Əlavə olaraq bir ədəd sanuzelimiz var. Bir ədəd isə qonaq yataq otağımız var. Qonaq yataq otağımızın da bütün işləri tamamlanıb, qapısı qoyulub, plyontusları vurulub, elektrik təchizatı tam hazırdır və havalanması çəkilib. Villamızda gedən növbəti iş mərhələləri ilə sizi yaxından tanış edəcəyik. My darkest hours